Böyükçöl gölünün ətrafını bürüyən köpük müzakirələrə səbəb oldu. Bəli, son günlər Böyükçöl gölündə və ətrafında belə bir vəziyyət müşahidə olunur. Su üzərində yaranan köpüyü külək sahilə çıxardır. Vətəndaşlar isə təəccüb içində bunun səbəbini öyrənməyə çalışırlar ki, köpüyü yaradan səbəb nədir? Ümumiyyətlə, Böyükçöl tipli göllərdə əlbəttə ki, köpüklənmənin səbəbi çox müxtəlif ola bilər. Hər bir halda müvafiq nümunələr götürülüb təhlil olunmalıdır. İlk növbədə onu deyim ki, bu üzvi maddələrin çirklənməsi nəticəsində səthi aktiv maddələrin yaranması nəticəsində baş verə bilər. Biz bilirik ki, Böyükçöl vaxtilə çox çirklənmiş bir göl olubdur və bu çirkləndiricilərin bir hissəsi hələ də Böyükçöldə var. Çirklənmə bəzi ərazilərdən qismən davam edir və burada azot və fosfor kimi aktiv maddələr də evtrofikasiya şəraiti yaradırlar və nəticədə suda müxtəlif bakteriyalar əmələ gəlir və həll olunmuş oksigen azalır. Bu cürə köpüklərin səbəbi həm də neftlə çirklənmiş ərazilərdən gələn tullantılar ola bilər. Böyükçöl gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından tullan sularının bir qismi gölə axıdılır. Tullan suları əsasən gölün ətrafında məskunlaşan əhalinin məişət tullan suları, həmçinin həmin ərazidə fəaliyyət göstərən müəssisələrin tullan suları hesabına formalaşır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin əməkdaşları göldən su nümunələri götürərək xidmətin tabeliyində fəaliyyət göstərən mərkəzi laboratoriyaya təqdim edib. Analiz nəticələri əldə olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.